Səlimlə gedirik. Səlimin müstəfə basıb buna dönmüşəm ki. Aşkım, hara gelsən? Aşkım sevinir indiyski halı ilə. Saçım da debi çıxıb, gərək gedim rəngliyim. Amma axşam teatra gedim. Düz sabah da gedə bilərdim teatra. Amma saçım biraz yağlansın. Sonra gedim Orxanın yanına saçımı neyləsin. Biraz da deyim çolkalarımı özüm düzəltmişəm. Video kəsmişdi, biraz üstündən əlim dinç durmadı. Amma baxın, nə qədər kəsilsə elə də uzandı. Orxan əl işi bir dənədir də. Qardaşdır, qardaş. Vallahi elə qəşəng kəsir ki, həqiqətən. Hə, deyim, buraların biraz ravankasını düzəltsin, çolkan və rəngləsin. Sabah inşallah. Bugün teatra gedirik. Səlimlə getdik, gəldik. Daha poliklinikanın içində nə çəkəcəkdim. Belə axşam da inşallah teatra gedəcəm. Polad Bülbüloğlu'nun 80 illiyinə həsr oldu. Hello, gedirəm teatra. Bəli, biraz sport styldır. İndi onsuz da teatra ilə gedirlər. O əvvəllər idi teatra. Buradalar, filan. Biz məkan inanın sport stylda gəlirlər. Gedirəm musiqili komedi. Nə gedir? Azərbaycan Akademik Musiqili Teatr. Əvvəllər gedirdim komediya teatrı, musiqili komediya teatrı. İndi adını dəyişiblər. Belə sahil tərəfdədir. Polad Bülbüloğlu'nun 80 illiyinə həsr olmuş "Ne boysa ya с тобой". Qorxma mən səninləyəm tamaşasına. Gəldim, çıxdım. Bir nə qəşəng. Qarderobda da belə bir şey verdilər mənə. Dedilər, qalx ikinci mərtəbə, amma çəkiliş eləyə bilməyəcəm, icazə yoxdur burada. Zaldayam, mən dedim gecikərəm, amma yox, gecikmədim. Çubuqlarım biraz açılıb. Ama bilirəm ki, əvvəllər çəkiliş eləməyə qoymurdular. Siz də çəkərdim. Eləməyə qoysalar çəkiliş edərəm. Amma yox. Qoymasalar, sabirəm yoxdur. Yüzüm gəlir baxın. Qəşəng idi, postanovka quruluş qəşəng idi, çox qəşəng postanovka quruluş vermişdilər. Yadınıza gəlirsə, mən onda uşaq idim. İlini unutmuşam, Polad Bülbüloğlu başrolda oynayırdı, ifa edirdi. Qorxma mən səninləyəm, Rusçaydı. Sonra Azərbaycanca tərcümə eləmişlər ya nəsə. Adı, qorxma mən sənin başım ora qarışdı. Mən elə bildim ki, ən sonunda, çünki Polad Bülbüloğlu'nun 80 illiyinə həsr olunmuşdu. Onun üçün yeni quruluş qoymuşlar. Mən elə bildim Polad müəllim özü yaxınlaşacaq, həm də xanım yaxınlaşdı ən sonunda. Belə çəkməyə qoymurdular, yalnız anşlaq hissəsini çəkə bildim. Çox gözəl idi, çox bəyəndim. Əslində süper idi. Sabah da olacaq, əslində sabah da gələ bilərəm. Dedilər sabah da olacaq, amma sabah gəlməyin, yəni ki, eyni şeyə baxmağın mənası, amma yəni vaxtım yoxdur, yoxsa gələrdim əslində, dəvətnaməm var. Çox gözəl idi, çox bəyəndim. Bəli. Bir-iki kadr yalnız sonunda icazə verdilər, çünki kim çəkməyə çalışırdı, yaxınlaşırdılar, dedilər ki, olmaz. Amma o əl çalanda, anşlaqa çıxanda çox da
Baş qoşmadılar. Çolkamı biraz düzəltmişəm, pərçim çolkamı. Neyse, gedək, bəyəndim. Həmişə gezməklərdə sağ olsun Validə qızım çağırmışdı, məni dəvət eləmişdi. Ruhum dincəlir də teatrda. Spesifik birisi. Mən sevirəm teatrda, konsert, belə şeyləri sevirəm, belə tədbirləri.